Bu il özümə söz verdim ki, keçən ilki qədər turşu hazırlamayacağım. Çünki 2 nəfərik və əlavə də öz valideynlərimizi nəzərdə tutsaq 4 nəfər. Biraz da getgəlimiz olsa, yenə də çox eləmişdim keçən il. Düşündüm ki, hətta pay verdiklərim belə var idi, amma yenə də bitmirdi. Bu il isə dedim, Ülviyə bəsdir, özünə əziyyət vermə, çox hazırlama. Öz ailəyə yetəcək qədər hazırla. Bəsdir. 2 günlük Öməri qoydum anamın yanına və başladım qış tədarükünə. Bu arada bütün tərəvəzləri bir dəfəlik aldım, gətirdim və 2 gün hamısını bitirməyə nəzərdə tutmuşam. Birinci başladım pomidorlardan, çünki onlar tez xarab ola bilirlər. Pomidor turşusunu mən çalışıram ki, 700 qramlıq bankalara doldurum. Çünki həm soyuducuda çox yer tutur açanda, həm də evdə az adamıq biz. 3 kiloluq və ya 2 kiloluq bankaları açanda xarab olma ehtimalları daha çox olur. Burada isə bankam çatmadı. Əlavə bir dənə də bankanı bax belə çaynikdə sterilizasiya elədim. Demək, öncədən 20 dəqiqə bankaların hamısını sterilizə edirəm, qapaqları da sterilizə edirəm. Bu arada qapaqları çox qaynar suda saxlamayın, o zaman kənarları tez xarab olur. Hər bankaya 2-3 diş sarımsaq, acı biber və balqar biberi əlavə elədim. Bəzi pomidorları yarı bölüb qoydum, çünki o zaman daha az yer tutur. Göyərtilərdən isə yalnız quru şüyüd əlavə elədim. Biz belə daha çox sevirik. Siz başqa göyərti əlavə edə bilərsiniz zövqə görə. Və hər bankanın üzərinə, yəni 750 qramlıq da olsa, 1 kiloluq da olsa fərqi yoxdur. 1 xörək qaşığı duz, 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Digər ölçülərdəki bankalara nə qədər əlavə olunur duz, şəkər, onu açıqlama qismində sizlər üçün qeyd edəcəm. Daha sonra qaynar su üstünə əlavə edirik və eyni temperaturda olan qazanın içinə yenə də 20 dəqiqə qaynamağa qoyuruq və sonda hər bankanın içərisinə 1 çay qaşığı usus əlavə edib, ağzını kip bağlayıb, istədiyi yala büküb səhərə qədər saxlayırıq. Part 2-də isə nələr hazırlayacağımı bilmək istəyirsinizsə, o zaman abunə olmağı unutmayın.